Maraqlı bir test əvəzliyə aid. Bu testin cavabını tapmaq üçün gərək birinci sözlərin mənasını biləsən. Neither. Neither heç biri deməkdir. None heç biri deməkdir. All hamı, bütün, both hər ikisi mənasını verir. C bəndində both hər ikisi, neither heç biri. D bəndində none heç biri, all hamı, bütün mənasını verir. İndi cümləyə baxaq. Zələ 4 radios in the attic. Çardaqda 4 radio var. Yes, cavabını da yes. But, indi yerinə qoyaq. But neither of them work. Onlardan heç biri işləmir. They are none broken. Onlardan heç biri sınmayıb. Yəni cümlənin mənasına görə uyğun gəlmir. Sonra B bəndində baxaq. Yes, but all of them work. Onların hamısı işləyir. They are both broken. Onların ikisi xarab olur. Düz gəlmir. Mənasına görə düz gəlmir. C bəndində baxaq. Yes, but both of them work. They are neither broken. Onların ikisi işləyir, amma onların heç biri sınmayıb. Bu da düz gəlmir. Axırıncı D bəndi qalır. Bu düzgün cavabdır. Yes, but none of them work. Heç biri işləmir. Lakin onların heç biri işləmir. They are all broken. Onların hamısı xarabdır, sınıbdır.